Qumar haramdır ona görə ki, qumar oynayan adamlar nə qədər istirab keçirir. Onu bilirsiniz də özünüz, onun vaxtında çatdırmağı var, onu malını, sərvətini uduzmaq, əməlli başlı istiraba çevirir həyatı. Yalan niyə görə qadağandır? Neçə səbəbi var, bir də budur ki, yalan danışan adam stres içində yaşayır. Heç vaxt mümkün deyil, yalancı haram olsun. Hətta artıq bu fizioloji baxımdan cismində də hiss olunur. Bunlar hamısı Allahın sübutudur. Əgər Allah yoxdursa, insan maddi bir varlıqdırsa, doğrunun, yalanın nə anlamı var? Yalan danışanda insanın cismində hansısa bir dəyişiklik olur ki, hətta onu müəyyən cihazlarla da müəyyən edə bilirlər. Bu onu göstərir ki, bu əvvəla bu dəyərlər var, deməli Allah var, bu dəyərlərin arxasında bir anlam dayanmalıdır. Maddi varlıq üçün yalanın nə anlamı var? Ümumiyyətlə bir insan ət parçasıdırsa, yalan, doğru ona niyə təsir eləməlidir? Bu bir. İkincisi də bunu göstərir.